Hər vaxtınız xeyir olsun, əziz və dəyərli tamaşaçılar. Sizi Yevlax şəhər stadionundan salamlayıram. Misri Premier Liqasında bugün bir neçə dəqiqə sonra 32-ci tura start veriləcək. Turun açılış qarşılaşmasında Karvan Yevlaxla Qəbələ kollektivləri üz-üzə gələcək. Belə, dəyərli izləyicilər, biz artıq start heyətlərlə tanış ola bilərik. Başlayaq, meydan sahibi Karvan Yevlaxdan qapıda 99 Pedro Mateusz, 6 komandanın kapitanı Vadim Abdullayev, 33 Eltun Turabov, 13 Vüsal Məsimov, 17 Samir Abdullayev, 16 Rauf Rüstəmli, 2 Şakil Sno, 11 Kyle Spence, 37 Mois Enfisani, 19 Thompson Gavi və 4 Olavale Doyeni baş məşqçi Füzuli Məmmədov. Qarşılaşmanın baş hakimi Əli Əliyevdir, onun köməkçiləri Laismanlar Gülnur Əkbərzadə və Mir Nihat Seyidov, 4-cü hakim Vüqar Həsənlidir. Paşa Həyat var otağında iş başında Rauf Cabbarovdur, onun köməkçisi Cəmil Quliyevdir. Hakim inspektor Anar Salmanov, AF nümayəndəsi isə Elçin Mehdiyev. Hazırda püşk atılır. Biz artıq Qəbələnin də heyəti ilə tanış ola bilərik. Ölüm-qalım mübarizəsində çıxan Şimal klubunun start heyəti belədir. Qapıda 93 Rıza Cəfərov, 28 kapitan Murad Musayev, 13 Nicat Əliyev, 74 Süleyman Damadayev, 10 Şahin Şahniyarov, 27 Eşqin Əhmədov, 33 Seydina Keyta, 12 İbrahim Sangare, 50 Adriel Ballua, 6 Xayme Sierra. Oyuna mərkəzdən Qəbələ başlayacaq. Baş hakimin start fiti ilə qarşılaşma başlayır. Hər iki komandaya uğurlar arzu edirik. Qeyd edim ki, bu görüşü sizin üçün Qismət Bəyişov şərh edəcək. Domi Massumo Qəbələnin həvkəli futbolçularından biridir. Soluna çəkdi. Domi Massumo sürətlidir. Massumodan ötürmə və top meydanı tərk edir. Küncdən zərbə. Kritik müdaxilə. Baxaq epizodun təkrarına. Sol cinahdan Domi Massumo ilə gəldi Qəbələ. Soluna çəkdi, ötürmə gəlir. Son toxunuş Mois Enfisani'dəndir. Təhlükəli yerdə özü də. İbrahim Sangare ötürmə keçmədi, amma Sangare yenidən topladı. İbrahim Sangare ondan ötürmə gəlir. Massumo! Top qapıdan Asfer Qaral keçir. 20-ci dəqiqədə Qəbələ qola yaxın oldu. Domi Massumo. Epizodun təkrar ekranlardadır. Domi Massumo sağ ayaqla zərbə endirdi. Top qapıdan Asfer Qaralı keçdi. Spence topladı. Bir rəqibindən sıyrıldı. Ötürmə gəlir Spence'dən. Kyle Spence! Kyle Spence! Təkrar zərbə olacaq. Yox olmadı. Cəhd davam edir zərbə və top qapıdan Qaralı keçir. Kyle Spence ilə qola yaxınlaşdı Karvan Yevlax. Epizodun təkrar ekranlardadır. Əla ötürmə. Kyle Spence istiqamətinə Rıza Cəfərov inamlı oynuyor. Komandasını Real goldan xilas edir Rıza Cəfərov. Və ikisi bir dəqiqə belə əlavə edilmir. Birinci hissə başa çatır. Komandaların cəhdlərinə baxmayaraq hesab 0-0 olur ilk yarıda. Bizim efirimizdə də fasilə olacaq. 12-14 dəqiqədən sonra yenidən görüşərik. Belə dəyərli tamaşaçılar, ikinci hissə başlayır Karvan Yevlax Qəbələ görüşündə. Hər iki komandaya uğurlar arzu edirik. Qeyd edim ki, bu maçı sizin üçün Qismət Bəyişov şərh edir. Cərmə zərbəsini yerinə yetirəcək. Fit səslənir. Vüsal Məsimov ondan ötürmə gəlir. Başla zərbə və gol! Olavale Doyeni! 54-cü dəqiqədə Karvan Yevlax hesab açır. 1-0 Olavale Doyeni hava mübarizəsindən qalib ayrılmağı bacarır və topu qapıya göndərir. Rıza Cəfərov bu zərbənin qarşısını artıq ala bilmədi. Yerli azarkeşlər qola sevinirlər. Epizodun təkrarı Vüsal Mənsimovdan əla ötürmə cərmə meydançası istiqamətinə və Olavale Doyeni başla topu sol aşağı küncə göndərir. Adriel Ballua topu
Topu qəbul edir Balua, sol çanağa meylənir, sürət yığır Adriel Balua, hazıra topladı, ondan ötürmə gəlir və 1-1. 1-1. Hesab bərabərləşir 56-cı dəqiqədə. Karvan Yevlaxın sevinci çox çəkmir. İbrahim Sangare hesaba tarazlıq gətirir. Hesabı bərabərləşdirən qolun müəllifi İbrahim Sangare olur. Baxaq epizodun təkrarına. Burada yükü öz üzərinə götürdü Adriel Balua. Baluanın ötürməsindən sonra Sangare topu qapıya göndərir. Çox az çəkir Karvan Yevlaxın qol sevinci. Sangare ötürməsini edə bildi Eşkin Əhmədov istiqamətinə. Eşkin, Adriel Balua top onunla mübarizə aparır. Zərbə qapıya və gol! Qəbələ ilə keçir 67-ci dəqiqədə Domi Massomo. Çox gedişli hücumu golla tamamlayır Qəbələ. Şimal klubu hesabda geri düşsə də önə keçməyi bacarır. Baxaq təkrara. Balua əla ötürmədir, kritik ötürmədir. Topa yaxın olan, lazımi anda, lazımi yerdə olan Domi Massomo fərqlənir. Çatmaz yerə göndərir Massomo topu. Fürsətdən istifadə edir Sangare'dən ötürmə Paulo Kimbila istiqamətinə. Paulo Kimbila indi topladı. Kimbila rəqiblərindən sıyrılmağa çalışır. Kimbila, Nicat Əliyev. Nicatın zərbəsi bloklanır. Cəhd davam edir. Nicat Əliyev aşırma zərbə indirməyə çalışdı. Başla zərbə və top qapıdan aralı keçir. Eşkin Əhmədov. Bir qədər əvvəlki epizod. Eşkin Əhmədov başla zərbə indirdi. Hazırda topladı. Keita ötürməsini edir Adriel Balua. Baluadan sol cinaha ötürmə gəlir. Paulo Kimbila. Paulo Kimbila və qapçı Pedro Mateos. Küncdən zərbə. Çox qüvvətli zərbə indirmişdi sol ayaqla. Fərq yarada bilib. Epizodun təkrarı. Sol cinahdan sürətlə gəlirdi Paulo Kimbila. Onun qüvvətli zərbəsindən sonra Pedro Mateos topu dəf edir. Sağ cinaha ötürmə Paulo Kimbila. Hər cinahda görə bilir onu. Paulo Kimbila. Kiləqibonla mübarizə aparır. Kimbila iki futbolçudan sıyrıldı. Paulo Kimbila. Yenə qapçı Pedro Mateos. Bu dəfə də onun fərqlənməsinə imkan vermir. Samuel Duran. Daha doğrusu 3 dəyişiklik olacaq. Samuel Duran, İbrahim Qədirzadə və Əli Abdullayev. Təhlükəli gəlir. Karvan Yevlax zərbə qapıya. Qapçı Rıza Cəfərov. Və indi riskli ötürmə Rauf Rüstəmli. Rauf Rüstəmli topladı. Ondan ötürmə gəlir və top meydanı tərk edir. Küncdən zərbə. Son müdaxilə Fərid İskəndərovdandır. Baxaq epizodun təkrarına. Epizodda topu ayaq qoyur Fərid İskəndərov. Karvan Yevlaxın bərabərlik cəhdləri davam edir. Ötürmə cərimə meydançası istiqamətinə və top Rıza Cəfərovun nəzarətindədir. Beləliklə qarşılaşmanın baş hakimi matçı bitirir. Biz flash müsahibələr zamanı hər iki komandanın baş məşqçilərinin fikirlərini öyrənməyə çalışacağıq. Odur ki, hələlik.